Bir gəldi İmam Rıza'ya dedi, ağacan, hamamdan çıxmışam, ehtiyac var bu evdə dəstəmaz alın. Nə deyir, hamamdan çıxmışam, yuvmuşam da dəstəmaz. Dəstəmaz nə deyir? Dedi, yox, Allah istəyirsən, bəndə olmağımı görsün. Hələ imam bir tərəfinə cavab verdi. Bəndə şey edəcəksən, yoxsa yox. Bunlar elə ki, dəstəmaz elə sırf nədir? Zahiri təmizləməkdir. Dəstəmaz ruhun paklığıdır. Ruhun paklığıdır, ruhun. Aya deyim sizə. Məsələn, dəstəmaz ala bilməsən, deyilə təyəmmüm elə. Təyəmmüm nədir? Torpağa əlləri vurursan, qaydası vardır, düzdür, torpağa. Deyir, o təyəmmüm ayəsinə baxın. Deyir, fətəyəmməmu saidən tayyiba. Təyəmmüm edin o torpağa, daşa. Hə? Və lakin, o yerlərini götürüb birəm də, ayət uzundur. Və lakin yurid liyutəhhirəkum. Allah bu təyəmmümdən istəyirsiniz paklasın. Yaxşı, mənim qardaşım. Torpağa vuranda daha da bulaşdım, necə paklaşdım? Görünən budur, bu təyəmmüm dəstəmaz ruhu paklayır. O necə paklanmalıdır, o yaxşı bilir. O yaxşı bilir. Bir dənə belə eləsən nə olacaq? Yox, belə olacaq. Yolu təyin eləməlidir. Ona görə Allah Teala Qur'an-ı Kərimdə salih əməllərdən söhbət açır. Salih əməllərdən söhbət açır. Salih əməllər hansı əməllərdir? O əməllər ki, salih sözü, yəni səlahiyyəti var, Allah dərgahında qəbul olsun. Hər əməlin səlahiyyəti yoxdur, Allah dərgahında qəbul olsun. O əməlin səlahiyyəti var, Allah dərgahında qəbul olsun ki, o Allahın buyruqlarına əsasəndir. O əməl sirat-əl müstəqimdədir. Bu, bizim bugünkü söhbətimizin xülasəsidir.